Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonrasında hər birinizə uca böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də uca böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahda ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyə əmr edib, o şeylərdən uzaq durmaq olar, bu sifəti qazanmaq olar, yəni təqvalı olmaq olar. Övliyaların kəraməti barəsində növbəti bir videomuzdur və bundan öncəki videolarımızda da biz Allahı zikr etmək, Allahı xatırlamaq barəsində çox danışmışıq və zikrin nə olduğunu və Allah onun Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem bizə necə zikr etməyi öyrədibsə, o cürlə də Allahı xatırlamalıyıq. Yəni zikr etmək, Allahı xatırlamaq deməkdir. Yəni zikr edən Allahı xatırlayır. Yəni Allah Rasulü bizlərə hər bir şey öyrədib, dəyərli dinləyicilər. Yəni İslam dinində nə varsa, A'dan B'yə qədər, yəni hər bir şeyi Allah Rasulü bizə çatdırır. Və elə bir məsələ yoxdur ki, İslam dilində Allah Rasulü onu bizə öyrətməsin. Hətta sahabələr deyir ki, ayaq yolunun ədəblərinə qədər Allah Rasulü bizlərə öyrətmişdir. Ayaq yolunun ədəbləri, bu ən inkişaf etmiş ölkələrə getsin, belə ayaqla ədəbi haqqında belə bir şey yoxdur. Amma İslam dilində insan ayaq yoluna girdikdə orada özünü necə aparmalıdır, ta çıxana qədər ədəblər var, qardaşlar. Allah həmd olsun, yəni bu İslam dilinin gözəlliyi budur. Ona görə də Allah'ı zikr etmək bütün ibadətlərin əsası olduğu üçün siz elə düşünürsünüz ki, Allah Rasulü bizləri Allah'ı zikr etməyi öyrətmir. Və bunu buraxıb bu xurafat əhlinin, bu sufilərin, bu cəfəngiyat əhlinin üzərinə ki, siz necə gəldi Allah'ı zikr edin və bu cürdə insanları öyrədin. Əsli mümkün deyil. Bunu iddia etmək Allah'ın Rasuluna atılan ən böyük iftira və ən böyük böhtandır. Baxın, dəyərli dinləyicilər, bəzi videoları qoymuşam, dinləyin. Siz təsəvvür edirsiniz ki, dəyərli dinləyicilər, ki Allah Rasulü sallallahu aleyhi ve sellem, yəni Allah'a bu cürlə zikr edir, musiqi alətləri ilə. Yəni orada təkcə zikr deyil, sözlər deyil, orada musiqi alətlərinin iştirakı da var. Siz təsəvvür edirsiniz ki, Abu Bakr, Ömər, Osman, Həzrət Əli, yəni bu cürlə oturaraq və yaxud da bu cürlə dövrə vuraraq Allah'ı zikr edirlər. Ola bilər belə bir şey, dəyərli dinləyicilər? Əsla. Ona görə də kim ki bunu iddia edirsə və onların etdiklərini İslam'a aid eləyirsə, İslam'a sayırsa ki, İslamda zikr budur, o Allah'a, onun Peyğəmbərinə qarşı ən böyük iftira və yalan danışmış olar o insan. Allah'tan qorxsun. Peyğəmbər sallallahu aleyhi ve sellem ən böyük ibadəti Allah'ı zikr etməyi bizə öyrədib necə etmək. Ona görə də biz baxsaq Allah'ın kitabına, Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsində nə qədər zikr barəsində ayətlər, hədislər var. Allah Taala buyurur ki, Bəqərə surəsində məni yad edin, yəni məni zikr edin. Mən də sizi zikr edin, mən də sizi xatırlayım. Əhzab surəsində Allah Taala buyurur ki, Allah'ı çox zikr edən kişilər və Allah'ı çox zikr edən qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bizlərə bütün günü Allah'ı zikr etməyə öyrədib. Müsəlmanın Qalası adlı bir kitabça var. Bunu hər bir kəsə tövsiyə edirəm. Müsəlmanın Qalası internetdən yükləyib oxuya bilərsiniz. Gündəlik insanın etdiyi zikirlər orada qeyd olunur. Yuxudan duranda hansı zikir etməlisən? Yatanda hansı zikir etməlisən? Necə yatmalısan? Sonra ayaq yoluna getdikdə hansı ayaqla girməlisən və hansı zikri deməlisən? Ayaq yolundan çıxanda səhər, axşam zikirləri, hər 5 namazdan sonra olan zikirlər, yemək yeyəndə Allah'ı zikr etmək, yeməyi bitirəndə Allah'ı zikr etmək, libası giyinəndə Allah'ı zikr etmək, çıxardanda hansı
əlinlə hansı ayağından çıxarmalısan ayaqqabını. Vallahi ki, elə bir sahə yoxdur ki, miniyə minəndə, evdən çıxanda, evə daxil olanda Allahın Rəsulü sallallahu əleyhi və səlləm bütün zikrin formalarını hamısını bizə öyrədir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Rəbbini zikr edənlə, Rəbbini xatırlayanla Allahı xatırlanmayanın fərqi diri ilə ölünün fərqidir. Bəli. O insan ki Allahı xatırlamır, o insan ki Allahı yad etmir, o insan ki Allahı çağırmır, o insan ölüdür. Nə qədər həyatda iki ayağı üstə gezsə də, yerisə də belə. Allahu Akbar. Təsəvvür edin ki, La ilahə illallah zikrini o qədər zikr edirlər ki, onlar. Yəni o cürə dövrə vuraraq, yəni oynayaraq, La ilahə illallah, La ilahə illallah artıq o qədər, yəni sayı hesabı bilinməyən qədər deyirlər, axırda gəlirlər elə bir şeyə çatırlar ki, Allah, 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 huva, 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 yəni o, yəni bu cürə hətta azalmağa doğru nə gedir, Allahu Akbar. Yəni şeytan görün onlarla necə oynayır. Qazaxıstan, Özbəkistan, Türkiyə, Dağıstan, Çeçenistan və s. kimi bu sufi cəmaatlarının etdiyi zikirlərdir. Vallahi ki, İslam dininə yaxından uzağına heç bir əlaqəsi yoxdur. Yəni, dəyərli dinləyicilər, təsəvvür etmək olar ki, Həzrət Əli Allah'a belə zikr edirdi. Mümkün deyil. Əbu Musa Əl-Əşari səhih hədisdir. İbn Məcə öz sünnən əsərində gətirir. Deyir ki, bir günləri məsciddə qəribə bir hadisə gördüm. Artıq Allah Rasulü sallallahu əleyhi və səlləm dünyasını dəyişmişdi ondan sonra. Bu hadisələr baş verəndə. Və gəldim İbn Məsudun evinə. Dedim ki, bəs məsciddə belə bir hal gördüm də. O dedi ki, bəs sən nə dedin onlara? Deyir, heç nə demədim onlara. Deyir, niyə görə heç nə demədin? Deyir, bəs istədim ki, sənə məsləhətləşim, ondan sonra bir yerdə gedəcəyik. Yəni, bu hədis də göstərir ki, dəlil kimi ki, özündən daha elmli olana müraciət edir Əbu Musa Əl-Əşari. İkisi də sahabə idi. Amma Allah Rasulü İbn Məsudu daha üstün bilirdi sahabələr içərisində. Və deyir, gəldiyi məscidə gördü ki, dairəvi şəkildə oturublar müsəlmanlar. Bir nəfər başda, əlində daş, o daşı belə götürür, başlayır bir-bir o daşları əlindən götürür, La ilahə illallah deyir, başlayır hamı da xorla şəkildə La ilahə illallah deməyə. Bitirəndən sonra başlayır Allahu Akbar, La ilahə illallah, Subhanallah, bu cür daşlarla zikr edir, sayı itirməmək üçün. İbn Məsud yaxınlaşır onlara, deyir ki, vay sizin halınıza. Siz nə edirsiniz? Peyğəmbər sallallahu əleyhi və səlləm hələ deyir, təzə dünyasını dəyişir. Siz artıq deyir, Allahın dininə yeniliklər gətirirsiniz. Və onlar orada ona deyirlər ki, İbn Məsuda deyirlər ki, ey Əbu Abdullah, biz xeyir istəyirik də, yəni bununla xeyir qazanmaq, xeyir ummaq, yəni Allahdan rəhmət, mərhəmət qazanmaq, yəni bunlardan da gedib sorursunuz, dəyərli dinləyicilər, bu zikr əhlindən, hansı ki, bu cünə dövrə vururlar, tavaf edirlər, onlardan da gedib sorursun ki, bu nədir deyirsən, deyəcək, biz bununla xeyir istəyirik, yəni Allaha yaxınlaşır. Onlar da eyni şeyi deyəcəklər. Lakin İbn Məsud orada onlara gözəl bir kəlmə işlədir. Deyirsiniz, daha yaxşı olardı ki, öz pis əməllərinizi sayasınız, günahlarınızı sayasınız, onları düşünəsiniz. Bu yaxşı əməllər onlar itməyəcək. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, təzə dünyasını dəyişir, amma siz deyir, Allahın dininə yeniliklər gətirin. Və mən sizin hər birinizi deyir, azmış görürəm. Və həqiqətən də o hədisi rəvayət edən ravi deyir ki,
Orada oturanların bir əksəriyyəti sonradan bir Həzrət Əliyə qarşı Nəhrəvan döyüşündə Xavariclərin dəstəsində idi. Həzrət Əliyə qarşı döyüşənlərin sırasında idi çoxsu. Ona görə də din Allah və Rasulunun zamanında necə gözəl isə onu da qoruyub saxlamaq lazım dəyərli dinləyicilər. Özünüzdən nə isə əlavə etməyi olmaz.